Və aleyküməssəlam və rəhmətullah. Qardaş vəsvəsə barəsində soruşur və deyir ki, bəzən görürsən ki, namaz qılarkən şeytan Rəbbi barəsində ona pis-pis fikirlər təlqin edir. Və bundan qurtulmağın yolu nədir? Əslində bu sualın özündə həm də cavab var. Fikir versə, sual verən özü etiraf edir ki, bu vəsvəsədir. Yəni artıq insan özü bilir ki, bu vəsvəsədir və bu Allahdan nemətdir. Şeytandan insana vəsvəsə gələndə insan bilir ki, bu vəsvəsədir. Və bilməlisən ki, bu vəsvəsəyə görə, yəni şeytanın sənin zehnivə gətirdiyi bu fikirlərə görə sən heç bir məsuliyyət daşımırsan. Ona görə narahat olma. Və vəsvəsəyə qarşı ən gözəl mübarizə yolu vəsvəsə ilə mübarizə aparmamaqdır. Vəsvəsə ilə ən gözəl mübarizə yolu vəsvəsə ilə mübarizə aparmamaqdır. Yəni, vəsvəsəyə qarşı bivez olmaq, soyuqqanlı olmaq, fikir verməmək, onun dalınca getməmək, onu vecə almamaq, onu dərd etməmək. Əgər vəsvəsəyə qarşı bu cür olsan, görəcəksən bir dəfə, 2 dəfə, 3 dəfə artıq vəsvəsə gəlir. Vəsvəsəyə qarşı ən gözəl mübarizə yolu vəsvəsə ilə mübarizə aparmamaqdır. Və doğrusunu Allah bilir.